Müşriklər müsəlmanların yavaş-yavaş Yəsribə köç etməsindən bərk narahat idilər. Müsəlmanların güclənərək onlardan intiqam alacaqlarından qorxurdular. Ona görə də Peyğəmbəri evində qətlə yetirmək üçün plan qurarkən, ilahi vəhiy ilə bundan xəbərdar olan Həzrəti Məhəmməd salavatullah Məkkəni tərk etməli olur. Həzrəti Əli əleyhissalam Peyğəmbərin canını xilas etmək və müşrikləri yayındırmaq üçün onun yatağında yatmağı könüllü qəbul edir. Bəqərə surəsinin 207-ci ayəsi Həzrəti Əlinin bu fədakarlığına görə nazil olmuşdur. İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah öz qullarına qarşı şəfqətlidir. Peyğəmbər Əbu Bəkir ilə birlikdə Rəbiül Əvvəl ayının biri gecəsi Məkkədən çıxır və Səvr mağarasında daldalanır. Mağaranın girişində hörümçəyin tor qurması və göyərçinin yuva salması ilə müşriklər içəridə kimsənin olmadığını düşünürlər. Peyğəmbər Quba adlanan yerə çatır və orada Həzrəti Əlinin Məkkədəki əmanətləri sahiblərinə təhvil verib, Peyğəmbərin ailəsi ilə birlikdə gəlib onlara qoşulmasını gözləyir. Hamı gəlib çatdıqdan sonra Mədinəyə daxil olurlar.